Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, dəyərli dostlar. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatına Dövlət Dəstəyi Agentliyinin bir layihəsinin may ayından başlayaraq icra edirik. Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin icrasına başladığı sürücülərin sosial məsuliyyətinin artırılması layihəsi artıq bir aydır ki, həm radiolarda, həm televiziyalarda aksiyalar olaraq Bakı və Sumqayıtda yüksək səviyyədə, yüksək peşəkarlıqla davam etdirilir. Bugün də Səs TV internet televiziyasında yenə də sürücülərin sosial məsuliyyətinin artırılması ilə bağlı həm söhbət olacağım ekspertimiz Elçin Bayramlı ilə. Sürücülərlə bağlı ümumiyyətlə təkcə İctimai birlik olaraq deyil, mən həmişə vurğulamışam ki, vətəndaşlarımız da özü zaman-zaman hardasa, hansısa bir məclisdə mi deyim, hansısa bir proqramda mı deyim, hansısa bir dost ortamında mı deyim, fərq eləmir. Oturduğu zaman həmişə bu mövzuya diqqət çəkməlidir. Çünki gün ərzində baş verən bütün qəza hadisələrini biz sosial mediadan və digər xəbər saytlarından izləyirik və bunların da əksəriyyətinin təməl səbəbində sürücülərin məsuliyyətsiz davranışları olur. Bu mənada biz Elçin müəllimi studiyamıza qonaq dəvət elədik. Elçin Bayramlı sosial ekspertdir. Bir çox mövzularda maraqlı açıqlamaları olur. Bugün də bu mövzuda ondan inşallah fərqli açıqlamaları eşidəcəyik. Elçin müəllim, xoş gəlmişsiniz. Xoş görmüşüm. Bizim bir neçə proqramımız olub. Həm radioda, həm digər televiziya layihələrində həm söhbət olmuşuq sizinlə. Mən istəyərdim ki, ümumiyyətlə bu sürücülərin sosial məsuliyyəti artırılması deyəndə, bu sosial məsuliyyətin özünü bir açıqlayaq, bir sosioloq olaraq. Görək, nə başa düşsün sürücülər, bizi dinləyən dinləyicilər, izləyicilər bir anlasınlar yəni bu ifadənin mənasını. Əvvəla deyim ki, çox vacib layihədir, həddən artıq. Çünki ölkəmizdə, cəmiyyətimizdə olan əsas problemlərdən də biri budur. Bu problem ümumən çox böyük sferadadır. Ümumiyyətlə, nəqliyyat sektorundan söhbət gedir. Onun çərçivəsində sürücü məsələsi. Deməli, nəqliyyat sahəsində olan məsələlər, ölkədə nəqliyyat tranzit əməliyyatları, yol qəzaları, qəzalarda ölümlər, müxtəlif qayda pozuntuları, cərimələr, bunlar hamısı bütövlükdə bu sahədəki problemlərdir. Amma bunların hamısı gəlir sonda sizin qoyduğunuz layihənin bazasında olur. Yəni sürücülərin məsuliyyəti yoxdursa, xüsusən də sosial məsuliyyəti, o artıq ciddi problem yaradır. Deməli, bugün çox təəssüf ki, Azərbaycanda demək, yol qəzalarının sayı, qəzalarda ölənlərin sayı və qayda pozuntularının sayı əksər ölkələrə nisbətdə çox yüksəkdir. Bizdə bu ciddi problemdir. İndi problemin səbəblərinə gələk. Deməli, bu problemin səbəbləri sahəsində saysaq müxtəlif faktorlar var. Biri, yol nəqliyyat infrastrukturudur. Bu, təbii ki, yolların keyfiyyəti, vəziyyəti, düzgün bölüşdürülməsi, idarə olunması, düzgün nizamlanması məsələsi var. Hətta yoldakı latoklara qədər təsir göstərir, qəzalara filan. Bu, infrastrukturun vəziyyətidir. İkinci tərəf, avtomobillərin texniki vəziyyəti. Yəni, biz baxırıq bir çox qəzalarda, hətta sürücü məsuliyyətli olsa belə, avtomobilin özü və yaxud onun detalları saxtadırsa, problemlidirsə, keyfiyyətsizdirsə, o bir formada qəzaya səbəb olur. Üçüncü bir tərəf sürücülərin peşəkarlığıdır. Məsələnin iki tərəf sürücülərlə bağlıdır. Biri peşəkarlığıdır, biri məsuliyyətidir. Bunlar tamamilə ayrı-ayrı şeylərdir. Çünki bəzi sürücülər var ki, peşəkardır, amma məsuliyyəti yoxdur. Bəzilərinin məsuliyyəti var, amma peşəkar deyil. Deməli, bunlar iki fərqli şeydir. Ona görə beşinci üsulda, dördün dedik, beşinci faktorda buna hüquqi yanaşmadır. Yəni, burada nəzarət və cəzalandırma mexanizmidir. Deməli, bir toxunaq. Azərbaycanda düzdür, son dövrlərdə yol nəqliyyat infrastrukturunda çox böyük işlər görülüb, yaxşı vəziyyətə gətirilib əksər hissəsi, amma yenə də bir çox yollarımızda problemlər var. Ümumiyyətlə, şəhərdə bir çox küçələrin quruluşunda, idarə edilməsində düzgün tənzimlənməməsi problem yaradır sürücülərə. Ona görə də bu sahədə çox ciddi adicə xətləmələr yoxdur. Məsələn, bu yaxınlarda mən Gəncə şəhərindəydim. Ölkənin ikinci böyük nəhəng şəhərində bir dənə küçədə demək xətləmə görmədim yolda. Yol ayrıcı xətlər yoxdur.
ağ xətlər, məsəl üçün piyada zolaqları və yaxud zolaq ayrıcı xətlər silinib çəkilmir. Maliyyə vəsait yoxdur, nədir bilmirəm. İndi təsəvvür edin, mən gecə şəhərin bu başdan o başına keçirəm. Bəzi küçələrdə, yerlərdə, döngələrdə orta ayrıcı xətt olmadığına görə bu biri əks yola çıxmışdım az qala. Görə bilmirsən orada xətt hardadır. Yəni bu artıq yol infrastrukturu dövlətin, müvafiq orqanların vacib məsuliyyətidir bunu eləməlidir. Hətta mən deyərdim ki, Elçin müəllim, o ağ palasanın özü belə bir çox hallarda sürücünü onu ayırt etmək, sezməsi üçün çətinlik yaradır. Bizim keçən dəfə ekspertimiz çox yaxşı bir nümunə göstərdi mənə proqramdan sonra. Batumda yollarda qoyulan o palasaların qırmızı rəngdə olduğunu, qırmızının içində, bəli, narıncı, ağ zolaqların qoyulduğunu, gözə daha rahat görünür. Belə innovativ üsullar var, dünyada istifadə olunur, bizdə də ondan istifadə vacibdir. Yəni yol infrastrukturunun sağlamlaşdırılması və nəzarətdə saxlanması ən azı 50% təsir göstərir qəzaların, ölümlərin azalmasına. Bu bütün dünyada belədir. İndi gələk ikinci tərəfə, avtomobillərin və ehtiyat hissələrinin keyfiyyət məsələsi. Çox təəssüf ki, Azərbaycanda bu sadə ciddi problemlər var. Bizdə həddən artıq köhnə avtomobillər istismar olunur. Bir çoxu da nə yollasa texniki baxışdan keçir, amma texniki saz deyil. Detallar da o deyil. Məsələn, keyfiyyətsiz detallar avtomobildə, indi onu avtomobil mütəxəssisləri daha yaxşı bilir. Müəyyən o Tiago filan kimi aparıcı periodda müəyyən şeylər var ki, onlar keyfiyyətsiz olsa qırılır, maşın aşır, təkər çevrilir, yoldan aşır, qəzaya çevrilir. Yəni bu elementar bir şeydir. Qəziyə səbəb olur, ölümə səbəb olur. Amma adamlar ona belə xəbərdə belə baxır ki, avtomobil qəziyə vurub 4 nəfər ölüb. Amma nədən qəziyə vurub, o səbəblər barədə heç nə deyil. Sürücü məsuliyyətsiz olub ya da nəsə. Yəni bu səbəb göz ardı olunur. Ona görə bu məsələyə ciddi yanaşılmalıdır. Avtomobillərin texniki vəziyyəti sağlam saxlanmalıdır. Ölkəyə gələn detallar sertifikasiyadan keçmiş, keyfiyyətli detallar olmalıdır, saxta detallar satanlar cəzalandırılmalıdır və hökumət elə bir siyasət yeritməlidir ki, əhali maşınını təzələyə bilsin. Bizdə çox təəssüf ki, kömürlük rüsumları o qədər yüksəkdir ki, adamlar 30-40 ilin maşınını sürür, gedib xarici ölkədən bir təzə maşın alıb gətirə bilmir. Çünki onun kömürlük rüsumu gəlir özündən də baha başa gəlir. Dövlət elə bir siyasət yürütməlidir ki, insanlar o köhnə maşınları utilizasiya versinlər, gedib biraz təzələsinlər, heç olmasa 10 ilin maşınını sürsün də, 30-40 ilin yox. Bəzi ölkələrdə bunu tətbiq edirlər. Məsələn, Rusiyada səhv eləmirəmsə 2012-13-cü illərdən etibarən avtoutilizasiya proqramı həyata keçirildi dövlət tərəfindən. Köhnə maşınları gətirib verənlərə normal məbləğdə pul verdilər və onlara yeni maşınların alınmasında güzəştlər verdilər. Az faizli kreditlər, uzun müddətli falan. Təsəvvür edin ki, bir sürücü aparır, köhnə maşınını verir, təzəni götürür və bunun illik aylıq ödənişi ayda 100-200 manat düşür. Deməli, hamı maraqlı olur ki, təzə maşına keçin də, 300 bir məbləğdir. Beləliklə, Rusiya maşın parkının 65%-ni təzələdi. Yerdə qalan 35%, onsuz da çox köhnə deyil, 10 ilin, 5 ilin, 20 ilin veya maşınlarda 15 ilin. Yəni, bu çox vacib faktordur, bu sahədə dövlət siyasəti olmalıdır. Bu ikincisini də dedik. Üçüncü məsələ, sürücülərin peşəkarlığı. Çox təəssüf ki, Azərbaycanda bu sahədə ciddi problem var. Yəni, biz baxırıq bugün yollarda sürücülərin davranışına, peşəkarlıq ən uzağı 20% peşəkar avtomobil idarə edir, 80% necə gəldi? Nə yolla prava alıblar bilmirəm, bu yol hərəkəti qaydalarını bilmir, nişanları bilmir, xətləmələrin tələblərini bilmir, dairəyə girməyin tələblərini bilmir, müxtəlif üsullar var. Yəni qayda qanunları bilmir, amma yol hərəkətində iştirak edir. Bəzən 4-cü palasadan, 4-cü zolaqdan birbaşa sağa dönür, 3 dənə cərgənin qarşısına girir, 3 cərgədən gələn maşınlar az qalır ona dəysin. Bu başa düşmür ki, əvvəldən sağ palasa. Yəni bu elementar şeyləri bilməyən sürücülərin necə yola buraxmaq olar və bu təhlükə yaradır. Ona görə bununla bağlı ciddi tədbir görülməlidir. Mən elə hesab edirəm ki, imtahanlar nəzarət artırılmalıdır, şəffaf verilməlidir. Dəfələrlə mən təklif eləmişəm ki, birincisi ölkədə problemi həll etmək üçün bütün sürücülük vəsiqəsi etibarlı elan olunmalıdır, etibarsız elan olunmalıdır əhali. Hamı yenidən imtahan verməlidir və imtahanın gedişatı televiziyalarla, internetdə canlı yayımlanmalıdır. Yəni orada rüşvət filan amili olmasın. Hamının gözünün qabağında imtahan verib yenidən prava almalıdır. Mən sizə əmin eləyirəm ki, əgər belə bir şey tətbiq olunsa, mövcud sürücülərin 20% ala biləcək sürücülük vəsiqəsini, 80% keçə bilməyəcək imtahanı. Bunun yolu budur. Heç olmasa bunu eləmirlərsə, indən sonraki imtahanlar şəffaf yayımlansın, internetdə birbaşa salondan canlı yayım verilsin, insanlar baxsın ki, istənilən kəs girib baxa bilsin ki, imtahan necə gedir, bu şəxs necə alır imtahan. Şəffaflığı təmin etmək olur o şəkildə. Bu hal. Bu məsələni də dedik.
Deməli, üçüncü məsələ... Orada bir şeyi qeyd etmək istirdim. Sürücülərin sosial məsuliyyətinin nə bağlıdırsa, məsələ burada sizdən bir ricam olacaq, taksi sürücülərinə də xüsusi toxunmağımız lazımdır. Məhz ona gəlirik. Bəli. Deməli, biz üç əsas səbəbi dedik. Dördüncü, sürücülərin sosial məsuliyyəti. Sürücülərin sosial məsuliyyətində artıq peşəkarlıq digər amillər rol oynamır. Tutaq ki, peşəkar ola bilər. Həqiqətən də alıb pravanı öz biliyindən falan, bütün yol hərəkət qaydalarını əzbər bilir, 20 il, 30 ildə avtomobil idarə edir, super peşəkardır. Amma vicdani, insani, sosial məsuliyyət yoxdur. Necə gəldi, sürür, məsələn, kamera yoxdursa, buradan zonunu keçir, oradan nə bilim, nə eləyir. Yəni, bu artıq başqa problemdir. Bu peşəkarlıq problemidir, bu yolun, infrastrukturun problemidir, bu avtomobilin problemidir, hər şey qaydasındadır. Amma adamın vicdani, sosial məsuliyyəti yoxdur. Bu artıq gətirir məsələyə nəzarətin artırılması. Deməli, əgər hər yerdə, siz fikir verin, bizdə sürücülük mədəniyyəti, sosial məsuliyyətin bir qədər artması nə zaman baş verdi? Kameraların çoxlu qoyulmasından, radarların qoyulmasından və nəzarətin artırılmasından sonra oldu. Əvvəllər insanlar təhlükəsizlik kəmərini taxmırdılar. Amma həqiqətən elə bir dövr vardı. Gördünüz, hər kameralar qoyulandan sonra hamı taxmağa məcbur oldu. Artıq şuuraltı refleksə çevrilib. Hər kəs oturan kimi kəmərlər keçirdilər. Ətrafda polis yoxdursa qırmızıda keçirdilər. Radarlar necə gəldi? 160, 180, 200 ilə keçirdi. Yəni görürsüz burada avtoxuliqanlığın özü geniş vüsət almışdı. Görürsüz nə vaxt ki hər tərəfdə nəzarət oldu, cərimələr artırıldı, güzəştlər olmadı, ondan sonra bir qədər azaldı. Mən hətta avtoşluq problemlərdən qaldırılması üçün hələ bir 15-20 il bundan qabaq təklif irəli sürmüşdüm. Çox sadə üsulla bu avtoşluq məsələsini bir dəfəlik tam həll eləmək olar, əbədi olaraq. Deməli, avtoşluq eləyən şəxsin çox sakit şəkildə gəlib avtomobilini müsadirə edirsən. Özünə də bir dənə diplom verirsən ki, sürücülük mədəniyyət qaydalarını pozduğuna görə təltif olunur. Diplomu verirsən, maşını da alırsan əlindən, həmin maşını bağışlayırsan əhalinin aztəminatlı təbəqələrinə. Məsələn, əlillərə, qazilərə, filana. Nəticədə nə baş verir? Adam hər gün bir maşın alıb avtoşluq elə bilmirsə, ikinci dəfə eləyirsə bir də müsadə edirsən, üçüncü dəfə bir də, hər gün bir maşın ala bilməz bu. Deməli, nəticədə dövlət də qazanır, dövlət alır onu sosial əhalinin təminatına xərcləyir. Adamın ağlı başına gəlir və növbətdə də bunu elə bilmir və digərlərinə də dərs olur. Beləliklə, avtoşluq problemi əbədiyyətə qovuşur, qutardı getir. Çox sadə bir məsələ. Deməli, bu gün də sürücülərin sosial məsuliyyətinin artırılmasında mən həmişə maarifləndirmənin rolunu o qədər də ciddi hesab eləmirəm. Çünki dediyim kimi, əvvəllər maarifləndirmə nəticə vermədi, cəzalar, cərimələr artandan sonra. Düzdür, lazımdır maarifləndirmə, amma paralel olaraq cəzalar və cərimələr artırılmalıdır və nəzarət artırılmalıdır. Onda özlərini bir qədər məsuliyyətdə aparırlar, qaydaları pozmağa çalışmırlar. Deməli, bu məsələni də dedik. 5-ci məsələ nə demişdik? Biz daha bir... Taksi sürücülərinə toxunmağınızı istəyirdim. Taksi sürücülərinin xüsusilə sosial, mənəvi məsələlərdə problemləri var, əxlaq məsələlərində. Bax, bugün Daxili İşlər Nazirliyinin bir videosu yayıldı. Taksi sürücülərinin qeyri-etik davranışları ilə bağlı sərnişinlərlə, xanım sərnişinlərlə. Bununla bağlı bir ara bir reyd keçildi. Bir balaca səhmana salındı, taksi sürücüləri seçildi falan. Daha əvvəl daha betər idi. Amma yenə də aradan qaldırılmayıb bu məsələ. Bugün də sanki bəzi adamlar əyləncə məqsədi ilə taksidən istifadə edir. Yəni, mesajım çatdı ünvana. Bu mənada, bu da sosial məsuliyyətdir. İstəyirəm ki, buna da bir münasibət bildirəsiniz. Necə tənzimləmək olar bunu? Həqiqətən də burada ciddi problem var. Deməli, ölkədə bir qədər işsizliyin olması səbəbindən gənclərin kütləvi axını baş verib. Taksi, çünki daha asan, rahat işdir, müəyyən qədər də gəlirlidir. Amma burada bir məsələ var. Birincisi, bu şirkətlər lisenziyalı fəaliyyət göstərir. Bunların müəyyən özünün hələ bir şirkətlərin özünün sosial öhdəlikləri var, hüquqi qanuni öhdəlikləri var. Sən burada müəyyən tələblərə riayət eləməlisən. Taksi üçün işçiləri götürərkən və yaxud müqavilələr, xidmət müqavilə ilə bağlayarkən onun psixoloji vəziyyətini yoxlamalısan, sağlamlığını yoxlamalısan, sürücülük təcrübəsini yoxlamalısan. Mən ümumiyyətlə 5 il sürücülük təcrübəsi olmayan şəxsin ictimai nəqliyyata buraxılmasının əleyhinəyəm. İstər taksi olsun, istər digərləri. 5 il sürücülük təcrübəsi olmalıdır və psixologiyası sağlam olmalıdır və
Fizioloji taksi sürücülük fəaliyyətindən deyirsiz, yoxsa yox, ümumilikdə ictimai nəqliyyat? 5 il hələ bir sürücülük təcrübəsi olsun adi insan kimi. Sonra ictimai nəqliyyat Sonra artıq avtobusda, taksidə işləyir. Avtobusda, taksidə. 5 il praktik olmalıdır. Elə bildim fərdi olaraq da ona daxil. Təcrübə olmalıdır. 5 il o müəyyən situasiyalardan çıxmalıdır. Yol hərəkət hamısını bilməlidir ki, ictimai nəqliyyat çox məsuliyyətli, sən neçə insanın həyatına cavab desin. Deməli, bundan əlavə burada problem nədir? Bir çox sürücülər gündəlik sağlamlıq arayışı alırlar, pulunu verib alır 5-10 manatını. Belə olmalı deyil. O həqiqi müayinədən keçməlidir. Söhbət təkcə psixoloji problemdən getmir. Kimsə psixik xəstədir və ya mənəvi cəhətdən problemlidir, narkoman ondan getmir. Hələ bir fizioloji xəstəliklər var. Bu dediyim kimi xəstəliklər çox ciddi problem yaradır. Yəni sürücü sükan arxasında qəfildən bir şok keçirə bilər, bir ürək tutması baş verir. Ona görə bunların tam sağlam olduğuna əmin olunmalıdır. Zərərli vərdişlərdən asılı olmadığına əmin olunmalıdır. Narkomaniya, alkoqolizm və s. Eyni zamanda müəyyən mənəvi, əxlaqi kriteriyalara cavab verməlidir bu adam. Yəni belə şəxslər ictimai nəqliyyata buraxılmalıdır. Bunun burada sürücülərin öz məsuliyyətindən əlavə şirkətin də məsuliyyəti, şirkətin əsas məsuliyyəti, şirkət bunu işə götürür. Ona görə dövlət son vaxtlar düzdür, imtahanlar təşkil edir, müəyyən məsələləri yoxlayırlar, amma daha çox bunun üzərinə düşülməlidir ki, tam sağlam insanlar sürücülük, həm də bu sürücülərin özləri üçün qanuni fəaliyyət, onların deyək ki, pensiya ödənişlərindən tutmuş, əmək stajına təsir göstərir, bu tam əmək müqaviləsi ilə qanuni işləməlidir. Bu şirkətlər tərəfidir, amma digər tərəfdə var, şirkətlərdən asılı olmadan işləyənlər var. Onların da müəyyən bir öhdəlikləri olmalıdır. Onlar da nəzarət olunmalıdır ki, elə kim gəldi, çıxıb ictimai nəqliyyatda işləməsin. Başı xarab, dəli, nə bilim, hər cür insanlar var da, belə kobud çıxmasın. Yəni bu insanlara nəzarət dünyanın hər yerində belədir. Bu ağzında ictimai nəqliyyat deyirik də. İctimai nəqliyyat bir çox sayda insanın həyatına cavabdeh olan şəxs deməkdir. Sən özün üçün öz maşını sürüb gedib harasa vura bilərsən, amma bir neçə nəfərin ölümünə səbəb olmaq artıq ictimai nəqliyyatda daha təhlükəlidir bu məsələ. Ona görə bu sosial məsuliyyət həm şirkətlərdə olmalıdır, həm də sürücülərdə. Amma buna nəzarəti müvafiq orqanlar eləməlidir. Yaxşı olar ki, həm sağlamlıq nəzarəti, həm o dediyim digər məsələlərin hamısında diqqət yetirsinlər. Təşəkkür edirəm Elçin müəllim. Sürücülərlə yanaşı eyni zamanda qəzaların sayının azalması və yaxud da qəzanın azaldılmaq məqsədi ilə burada məncə piyada məsuliyyəti də çox önəmli bir məqamdır. Piyadaların da maariflənməyə, məsuliyyətə cəlb olunmasına ehtiyac var. Çünki son zamanlar baş verən bir neçə qəza görüntüləri ki var, onları bütün hamımız izlədik və gördük ki, sürücü yox, burada bu dəfə sözün həqiqi mənasında birbaşa məsuliyyət piyadanın üzərindədir. İstəyərdim ki, bununla bağlı da fikirlərinizi bildirəsiniz. Piyadalar bəzən əli cibində gəzir, fikirləşirlər ki, çıxmışam, işimə, gücümə gedirəm də. Yəni, piyada bilsə ki, o da ən azı sürücü qədər məsuliyyət daşıyır. Bu qəzalar bu şəkildə də hardasa az baş verər, yəni bu maarifləndirilmə nəticəsində. Deməli, ümumi vəziyyət belədir ki, bizdə, tək bizdə yox, ümumiyyətlə bütün dünyada, əgər biz nəzərdən keçirsək piyadaların vurulması ilə müşahidə olunan yol nəqliyyat hadisələrini, ortalama rəqəmlər 40-50% arasındadır ki, piyadaların rolu var. Təxminən 40%-dən çox burada piyadalar günahkar olur. 60%-də sürücülər günahkar olur. Yəni, yarıya yaxın təxminən piyadaların günahıdır. Bu da nədir? Tutaq ki, sürətli yollarda piyadaların qəfildən yolun ortasına çıxması, sürətlə gələn maşın idarə elə bilmir, özünü saxlaya bilmir. Və yaxud başqa yerlərdə, qəfil döngələrdə, filanda, harada gəldi, piyada keçidi olmayan yerlərdə. Deməli, mən fikir veririk, sosial şəbəkələrdə tez-tez videolar paylaşılır, özüm də hər gün görürəm, hər gün. Təsəvvür eləyin ki, mən dənizkənarı küçəsindən Bayıldan bura qədər, sahil metrosunun yaxınlığına qədər gəlirəm. Və o yolun üzərində 4 piyada keçidi var, yeraltı. Orada sürətli yoldur, geniş yoldur. Düz piyada keçidinin üzərində yolu keçirlər. Altında keçid var, düz yanında. Digər yerlərdə də belədir. Dəfələrlə az qalıb ki, görmüşəm ki, az qalıb maşınlar piyadanı vursun. Yəni, burada problem nədir? Bizdə birincisi, bu kimi hadisələr baş verəndə, piyada vurulması baş verəndə, başqa ölkələrdən fərqli olaraq bizdə sürücü cəzalandırılır, piyadalar adətən cəzalandırılmır. Amma başqa ölkələrdə necədir? Məsələn, Türkiyədə səhv etmirəmsə, piyadalar da cəzalandırılır. 90% ölkələrdə. Günah piyadadadırsa, piyada cəzalandırılır. Dəyən zərəri də ödəyir, sürücüyə, avtomobilə dəyən zərəri də ödəyir, hətta dövlətə dəyən zərəri də ödəyir. Sürücü ona görə gedib haransa dağıdıbsa, oranın təmirini də onun boynuna qoyurlar, özündə bəzən də həbs edirlər. Yəni, bu bizdə olmasa,
bu məsələ düzəlməyəcək. Bizdə piyadalar görür ki, onların heç bir məsuliyyəti yoxdur, onların heç bir şey cəzası yoxdur. Keyf istəyən kimi. Amma görsə, eşitsə ki, hər dəfə piyadalar cəzalandırılır, cərimə olunur, falan olunur, onda bu məsuliyyət olar. Deməli, qanunvericiliyimizdə bu məsələ dəyişməlidir. Bu bir. İkinci məsələ, bəzi yerlərdə piyadalar məcbur olur o yerdən yolu keçməyə. Tutaq ki, keçmiş Moskovski Heydər Əliyev adlı prospektdə uzun məsafələrdə keçid yoxdur. Keçid yoxdur. Amma bir-iki yerdə üst keçid var. Yəni bəzi yerlərdə 3-5 kilometr məsafədə keçid yoxdur. İndi siz hətta bax bu Yusif Səfərov küçəsində. Küçənin bu başından o başına kimi bircə başda keçid var, axıra qədər yoxdur. Deməli insan, yaşlı insan əlində yük varsa, bu 1-2 kilometr belə gəlməlidir. Buradan yolu bu tərəfə keçməlidir. Təkrar qayıtmalıdır. 2 kilometr də belə qayıtmalıdır. Deməli bu 50 metr yolu keçmək üçün 4 kilometr yol qət etməlidir. Məcbur olub həyatını təhlükəyə atır və keçir yolu. Piyada yönümlü şəhər infrastrukturu dünyada geniş yayılıb nümunəvi ölkələrdə. Bizdə isə sürücü avtomobil yönümlüdür. Əksinə bizdə piyada keçidlərini artırmaq lazımdır. Yeraltı, yerüstü bir müəyyən formalarda bəzən səkilər yoxdur. Tutulub hər yer, piyada çıxıb yolla getməyə məcbur olur. Doğru. Belə obyektlər tutub, mağazalar, hansısa obyektlər səkini tutub və yaxud nəsə pilləkən düzəltmə edib sürücü piyada yola çıxmağa məcburdur. Axı belə olmaz. Bu kimi problemlərin hamısı son nəticədə gətirir, qəzaları artırır, piyada ölümləri ildə səhv eləmirəmsə 1000 nəfərə yaxın ildə bizdə insan ölür avtomobil qəzalarında. Bu dəhşətli bir rəqəmdir. Dəhşətli bir rəqəm. Çox böyük rəqəmdir. Bizdən 10 dəfə əhalisi çox olan ölkələrdə 100-200 olur. Yəni bu belə ola bilməz. Demək, burada məsələ əsasən sürücülərin məsuliyyətidir, düzdür, böyük. Amma piyadaların da məsuliyyətidir. Üçüncü bir tərəf, dövlətin, yəni müvafiq orqanların məsuliyyətidir. Yəni bu üç tərəf birgə həll olunmalıdır. Yaxşı, sürücülərimiz məsuliyyətli olsun, diqqət versin, müəyyən də onlara nəzarət olsun. Həm nəzarət edəndə təhsil dövlətin nəzarət getmir. Bəzi ölkələrdə qaydanı pozan sürücünü və ya piyadanı digər vətəndaş foto, video çəkib müvafiq orqana göndərir, onun cəzalanmasına nail olur. Çünki o problem yaradır əhaliyə, insanlara. Bax, bu da ictimai nəzarətdə var. Deməli, həm piyadalar, həm sürücülərin məsuliyyəti eyni zamanda dövlətin burada infrastrukturu düzgün tənzimləməsi lazımdır. Bəzi yollar var, Respublikan yollarının bəzi bərbad, hətta ölkənin ana yolu, baş yolu, Bakı-Qazax magistralının bir çox hissələrində darmadağındır yolun sağ zolaqları. Bakıdan gedəndə hardasa az qala bu Uzara filana qədər yollar darmadağındır sağ tərəf. Deməli, gecə maşın gedir, təhlükəli çalalar, çuxurlar var, qəfildən maşın yoldan çıxa bilər. Elə gündüz vaxtı da eyni problemdir. Belə ola bilməz, bu sürətli yoldur. Burada 110 yazıb qoymusan. Bu yolda bu vəziyyət ola bilməz. Bu təmir olunmalıdır. Eləcə hələ rayon arası yollar, kənd arası yollar, bunlar ümumiyyətlə bərbad vəziyyətdədir. Bu da təsir göstərir qəzalara. Yəni məsuliyyət demişkən siz ən əsasını götürmüsünüz. Məsuliyyətin üç tərəfi var. Dövlətin məsuliyyəti, piyadaların məsuliyyəti, sürücülərin. Burada ən əsas bəli, sürücülərin məsuliyyətidir ki, çox şey bunlardan asılıdır. Hətta piyada məsuliyyətsiz də olsa, sürücü məsuliyyətlidirsə o qəza baş verməyəcək. Hardasa bu, bəli, qarşısında heç olmasa o dəli də özünü yolun ortasına ata bilərsə nə olub? Belə bir kobud dillə desək, görməlisən, baxmalısan, ehtiyat məsələ saxlamalısan. Ona görə 3 hissədən mən ən əsas sizin bu layihəni hesab edirəm ki, sürücülərin sosial məsuliyyəti artmalıdır. Bu da dediyim kimi biraz özlərində bu olmalıdır insanların. İctimai qanaq olmalıdır. Bir tərəfdən də dövlət bu məsuliyyəti bir növ məcburiyyətə çevirməlidir ki, ona riayət eləsinlər. Yəni eləməyəndə cəzalandırılmalıdır. Bizdə cəzalar ağırdır. İndi gələk məsələnin başqa tərəfinə. Bizdə cəza deyəndə nədənsə yalnız pul cərimələri götürülür. Bu da nəticədə bəzən günahsız insanlara da zərər dəyər. Nə mənada? Tutaq ki, nümunəvi sürücülər var, 10 il, 20 il heç bir qəza törətmədən, problem yaratmadan sürüb. İndi təsadüfən hardasa bilmədən bir xətti tapdalayıb, nəsə bir diqqətsiz eləyib, təhlükə yaratmayıb da, sadəcə qaydanı azca pozub. Bu artıq sən 100 manat cərimə eləyirsənsə, bunun üçün ağır yükdür. Bu ortada 400 manat əmək haqqı olan ölkədə minimum 100 manat böyük məsuliyyətdir. Deməli, belə sürücüləri dərhal pul cəriməsi yazılmamalıdır. Başqa ölkələrdə bunu nə edirlər? Sosial işlərə cəlb edirlər. Məsəl üçün, haradasa park süpürtdürür, orada zibil yığışdırır, orada ağac əkdirir, həm cəmiyyətə fayda vermiş olur, həm də bu bir növ ictimai qınaqdır, biabır olur. Yəni, məqsəd pul yığmaq olmalı deyil də. Məqsəd onu qınağa çevirmək və yaxud diqqətli eləmək lazımdır. Cərimələr o vaxt olmalı ki, qəsdən törədiləndə, təkrar törədiləndə, qəsdən törədiləndə belə olmalıdır. Təsadüfən kimsə bir qaydanı pozdu,
dərhal onu ağır cərimə eləmək olmaz. Ağır cərimələri ancaq qəsdən törədiləndə. Ona görə cərimələrə yanaşma iki tərəfli olmalıdır. Yalnız pul üzərində qurulmamalıdır. Dövlətin məqsədi ümumiyyətlə bu cərimələrdə vətəndaşdan pul qopartmaq deyil ki, dövlətin məqsədi o problemi həll eləməkdir. Yəni insanları buna yol verməməsi. Sövq eləyən səbəbləri aradan qaldırmaq. Ona görə də təkcə pulla olmamalıdır. İctimai qınaq olmalıdır. İctimai qınaq, sosial işlərə cəlb etmək filan, başqa indi tədbirlər də müxtəlif ölkələrdə tətbiq olunur. Hətta bəzilərini çəkib televiziyada göstərib biabır edirlər, yəni mədəni şəkildə. Yəni belə olanda artıq məqsəd o olur ki, problem aradan qalxsın. Yəni üç tərəfli olmalıdır. Dövlət, cəmiyyət və dövlət, piyadalar və sürücülər. Təşəkkür edirəm Elçin müəllim. Sonuncu sualımı da sizə ünvanlayacağım. Təbii ki, indi bizə ayrılan vaxtla bacardığın qədər açıqlamalar verdin. Düşünürəm ki, bizi izləyən bütün izləyicilər yəqin ki, bir fayda götürmüş olacaqlar. Onlar da çevrəsi ilə, əhatəsi ilə bunları bölüşmüş olacaqlar. Hansı aksiyalar, hansı sosial belə deyim, çəkilişlər, hansısa bir formada aparmaq olar? Cəzadan əlavə də cəza istənilən bir canlı, bu şuuraltı bir şeydir də. Yəni cəza ilə əlində sonunda bir yola gəlir. Amma insanı digər canlılardan fərqləndirən onun şuurudur. İnsan olmazmı ki, cəza ilə deyil, məsələn 4-5 dənə çox təsirli bir sosial çarx çəkək bu hadisə ilə bağlı və o insanların əsas da cəmiyyətin böyük əksəriyyətinə fərqli, birinə psixoloji, birinə mənəvi, hansısa bir formada təsir eləsin və ictimai qınaq dediyimiz nədirsə, o kütləviləşsin. Artıq insanlar səhv etməkdən çəkinsinlər. Cəza ilə yox, həmin bu sosial aksiyalar sayəsində. Çox yaxşı bir üsul var. Müxtəlif ölkələrdə tətbiq olunur. Bir iki dəfə bizdə də eləyiblər yol polisləri. Deməli, reydlər keçirilir, cəza reydləri yox. Jurnalistlərin və qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə yollarda reydlər keçirilir. Deməli, nümunəvi sürücülər saxlanılır, onlara bir hədiyyə verilir. Sadəcə qələm ola bilər, üzərinə yazılıb nümunəvi sürücü və bütün bu proses çəkilib televiziyalarda verilir. Nümunəvi sürücü əvvəldən o qeydə alınır, kameralar falan harda necə keçdi və qaydanı pozan sürücü də cərimə olunmur. Sadəcə çəkilişdə ona irad bildirilir. Həm polislər tərəfindən, həm ictimaiyyət nümayəndələri, jurnalistlər tərəfindən irad bildirilir və bu da efirə gedir. Heç bir, bax, özdə deyilir ki, sənə cərimə yazılmalıdır, amma yazmırıq. Təsəvvür edin ki, bu ən azı utanır. Birincisi bir 10-15 nəfərin qarşısında bu baş verilir, sonra da bütün ölkə bunu televiziyada baxır. Bax, belə şeylərlə çox sadə bir şeylərdir. Buna xərc lazımdır da, 5-10 dənə ruskadır, qələmdir, üzərinə və yaxud nəsə. Maraqlı üsuldur. Belə reydlər eləmək olar. Bu bir növ maarifləndirmə üsuludur, bir növ çəkindirmə üsuludur, bir növ düşündürmə üsuludur. Bax, birini dedim, buna uyğun başqa şeylər də eləmək olar ki, İnsanlar görsün ki, dövlətin də elə məqsədi zorakılıq deyil ki, elə açıq qaydanı pozan kimi cəzalandırır. Cəza elə deyil. Dövlət çalışır ki, bu baş verməsin, insanlar bir-birinə hörmətlə nümunəvi yanaşsın. İnsan istər-istəməz özlüyündə düşünəcək ki, mən niyə belə olmalıyam, qıraqdan mənə gülürlər, irad tuturlar filan. Yəni bu çəkindirici vasitədir. Bu kimi tədbirlər eləmək olar. Müəyyən bir ildə bir dəfə məsəl üçün nümunəvi sürücülərin görüşlərini təşkil etmək olar və yaxud cəza almış sürücülərin deməli bir tədbirini, görüşünü təşkil etmək olar ki, araşdırma aparılsın ki, hansı səbəbdən? Birincisi bəlkə bilmədən olub. Bəlkə diqqətsiz fikir olub. Yəni təkrar eləyirsə eyni şeyi, deməli qəsdən eləyir. Sürücü var ki, baxmaq lazımdır. Keçən il bu cəzanı eləmişdi. Bundan sonraki bir ildə heç bir o qaydanı pozmursa, deməli o qınağın təsiri olub. Və yaxud əvvəlki tarix hissəsinə baxmaq lazımdır. Adam 5 il qayda pozmayıbsa, bir dəfə təsadüfən pozubsa, sistemdə olmalıdır. Polis nəfəri baxmalıdır ki, bu adam indiyənə kimi bu qaydanı pozmayıb da. İndi bir dəfə ola bilər diqqətsizlik olub, beyin fikri qarışıb, nəsə olub da insandır, fikir olub, bunu bağışlamaq olar. Əgər ciddi təhlükə yaratmayıbsa da, həyati təhlükə falan, bu boş yoldur, xətti tapdalayıb, heç bir təhlükə yaratmayıb, məsələn. Bu artıq insani yanaşmadır, bu humanist yanaşmadır. Bu da bir ölçüdə təsir göstərir, mən elə sevirəm ki, insanları düşündürər. Dövlətlə cəmiyyət arasında da
gərginlik olmaz. İnsanlar görər ki, dövlət problemi həll eləmək Həll eləməyə çalışır. Məqsəd orada aylıq nə qədər cəzadan pulun toplanması deyil ki, bir çoxları bununla əlaqədar həqiqətən o cür düşünür. Cənab prezident o vaxtı bir söz demişdi. Dedi, 100 minlik maşını sürən üçün 100 manatlıq cərimə heç bir şey olmur. Kifayət qədər imkanlı adamlar var. Sən o cəzanı tətbiq edəcəksən, o qaydanı pozacaq, yenə gedib qəzaya səbəb olacaq. Dediyim məsələ var, o cərimə yox, aparıb hansısa parka süpürtdürmək. Bəli. Onun alternativi idi. 100 mindən daha ağırdır. Belə yanaşma qoyulmalı. Bəli. Mən də məhz sonda maarifləndirmə istiqamətini ona görə əsas götürdüm ki, yəni biz hansı dövrdə yaşayırıq? Artıq 21-ci əsrdir. İnsan kifayət qədər formalaşıb. Bunu 10 əsr bundan əvvəl desəydik, 5 əsr, lap deyim ki, bir 30 il, 40 il əvvəl desəydik, yenə də hardasa başa düşmək olardı. Texnologiyanın, sivilizasiyanın bu qədər gəlişmiş bir zamanında insan hansı bir canlıdır ki, sən ona çox sərt cəza ilə, üsulları ilə, hansısa elementar bir qaydanı ona vərdiş elətdirəsən. Maariflənmə ən yaxşı yoludur. Təbii ki, bu layihənin də məqsədi ilə sosial məsuliyyətin artırılması ilə bu medianın sizin kimi ekspertlərlə bunu müzakirə etməyimizin səbəbi həmin o cəza deyil, həmin o yumşaq, o sülh yolunu, belə deyim, o maariflənmə yolunu əsas götürmək məqsədimiz. Təşəkkür edirəm Elçin müəllim. Sağ olun. Mən də təşəkkür edirəm belə vacib layihə üçün. Eyni zamanda QT-lərə, Dövlət Dəstək Agentliyinə də təşəkkür edirəm ki, belə layihələri maliyyələşdirir ki, heç olmasa bu cəmiyyətə bu yolla çox böyük fayda verir. Çox sağ olun. Belə, dəyərli izləyicilər, xatırladım ki, sürücülərin sosial məsuliyyətinin artırılması layihəsi may ayından etibarən başlayıb icra olunmağa, mədəniyyətin təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü, təşkilatçılığı və eyni zamanda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Hər birinizə təşəkkür edirəm. Sürücülərimizə də buradan səslənirəm, məsuliyyətli olmağa dəvət edirəm. Sağ olun, sağlıqla qalın.